illər bir-birini əvəz edirdi. Artıq Xocalı soyqırımından 5 il keçmişdi. Biz də öz həyatımızı davam etdirirdik. Qardaşımın ad günü, Xocalı soyqırımı günü, bəzi xatirəli günlərimiz əziyyətlə keçirdi. Şikayət etmirdik, hələ öz qəlbində saxlayırdı acısını. Amma imkan olan kimi göz yaşlarımızı saxlaya bilmirdik. Bir gün oğlumu məktəbə aparırdım. Sinif rəhbəri mənə yaxınlaşıb, əlindəki dəftəri mənə uzatdı. Aramız yaxşı idi. Əvvəldən oğlum 1-ci sinifə gedəndən çox mehriban idik. Dəftəri mənə uzadıb, oxuyarsınız dedi. Sonra çantasına qoyarsınız, mənə qaytarsın. Evə qayıtdıq. Qızım təzə anadan olmuşdu. Körpə idi. Evdə hamı yatandan sonra dəftəri masanın üzərinə qoyub oxumağa başladım. İnşanın adı ən böyük arzum idi. Çox gözəl cümlələr qurmuşdu oğlum. Sonda inşanı belə bitirirdi. Mənim ən böyük arzum, mənim ən böyük arzum. Bunları böyük hərflə yazmışdı. 2 nöqtə dırnaq. Anamın əvvəlki kimi gülməyini istəyirəm. İstəyirəm evimizdə əvvəlki kimi hamı mehriban olsun. İstəyirəm əvvəlki kimi şən olaq. Heç kəs üzünü kənara çevirməsin. Bu sözlər mənə çox ağır təsir etdi. Yoldaşım işləmək üçün xarici hazırlaşırdı. Mənim getməyə fikrim yox idi. Təkidlə Bakıda qalmaq istəyirdim. İşim var idi, çox şükür. Uşaqlarımla başım qarışırdı. Nə işim var mənim xaricdə deyirdim. Amma kiçik bir söz mən də yığışıb yoldaşımla bərabər getmək qərarına gəldim. Sonralar bunu qismət adlandırdım. Çünki hələ qisməti qəbul etmirdim. Düşünürdüm ki, bu mənim verdiyim bir yanlış qərar olub. Çox çətinliklər var idi ailədə. Yoldaşım hər zaman bu çətinliklərdə arxamda olsa da Allahın lütfu ilə. Yaşadıqlarımız ağır idi. Çox ağır idi. Anam qardaşımın ailəsi üçün ən yüksək təqaüd tələb etmişdi. Dövlət də verirdi o təqaüdü. Dolanırdılar. Atalı analılardan çox yaxşı dolanırdılar. Amma çətinliklər çox idi. Cavan bir gəlin, körpə bir uşaqla başsız qalmışdı. Atam qardaşım gedəndən onun evinə köçmüşdü. Çox incəliklərə, xırdalaqlara varmayın. Hər şəhidin adını uca saxlayan bir ailə istəyir. Bir ana, bacı, həyat yoldaşı, övlad istəyir. Əgər o şəhidin adı hörmətlə yaşadılırsa, bax, əsl xoşbəxtlik budur. Ölüm bir zərbədir. Onun yerdə qoyub getdikləri, bax, bu idi dəhşət. Məsləhətinə şükür. Bugün belə deyirəm. Rəbbimin məsləhətinə şükür. Sınaqlar, imtahanlar hələ illərlə davam edəcək. Biz ailəlikcə 3 uşaq yoldaşım və mən az Bakını tərk etdik. Heç də istəmirdim Azərbaycandan aralanmaq. Bakı ilə nəfəs alırdım mən. Xəzər
mənim göz yaşlarım idi. Elə ki, qəmlənirdim, özümü verirdim dənizin sahilinə. Heç kimin xəbəri olmadan ürəyimi boşaldardım. Yay-qış gözümdə eynəyim var idi. İstəmirdim göz yaşlarımı kimsə görsün. İstəmirdim qəlbimin acısını kimsə hiss etsin. Biz xaricə köçdük. Sıx-sıx əlaqə saxlamırdım evlə. Başım ailəmə o qədər qarışmışdı ki, necə deyirlər, el arasında başımı qaşımağa vaxtım yox idi. Çətinliklər, sıxıntılar, dil öyrənmək, uşaqların məktəbi, neysə. İllər bir-birini əvəz edirdi. Sosial şəbəkələrdə aktiv idim. Odnoklassnik, Facebook. Son zamanlarda Instagram açmışdı uşaqlar mənim üçün. Boş vaxtımdan deyil, sadəcə orada Aqil Quliyevin Könüllülər dəstəsinin üzvlərindən kimsə axtarırdım. Axtarırdım ki, biri qarşıma çıxsın. Axtarırdım ki, bəlkə hardasa bir məlumat əldə edə bilərəm. Yaşadığım ölkənin jurnalistləri var idi. Onlarla da əlaqə saxlayırdım ki, bəlkə İrəvanda olan əsirlərin içində bizim uşaqlar da var. Amma heç nə əldə edə bilməmişdim. 2014-cü ilin sonları tez-tez Facebookda paylaşımlar edirdim. Dərdimi belə bölüşürdüm, paylaşırdım. O vaxtlar izləyicilərim də çox idi. Bir gün Xocalı soyqırımına az qalmışdı. Facebookda Tofiq Hüseynovun şəklini gördüm. Sanki məni ildırım çaxdı. Dedim, ilahi, kim paylaşıb görəsən bunu? Tez yorumlara baxdım. Bəlli oldu ki, bunu paylaşan Tofiq qardaşım. Tofiq Xocalı Milli Batalyonun komandiri, Xocalıda hərbi hazırlıq müəllimi işləmiş milli qəhrəman Tofiq Hüseynov. Bəlli oldu ki, qızı da paylaşan atasının şəklini. Onlarla əlaqə saxladım. Mənə yazın. Xahiş edirəm, mənə yazın. Bu sözləri təkidlə şəklinin altında dəfələrcə qeyd etmişdim. Sağ olsunlar. Biganə qalmadılar, mənə yazdılar. Bax, onda mən Tofiq bəyin, Tofiq qardaşım, mən onlara qardaşlarım deyirəm. Məndən böyüyü də var idi, kiçiyi də var idi. Qızlarla söhbət etdim. Bəzi məlumatlar öyrəndilər, mənə çatdırdılar və günlərin bir günü onları böyüdüb başa çatdıran əmləri ilə, ailəsi ilə görüntülü danışmaq nəsib oldu bizə. Qızımla tək idik, ikimiz idi evdə. Tofiq qardaşın qızı əmirsigildə idi. Orada telefonunu açıb mənimlə söhbət etməyə başladılar. Onda bildim ki, Tofiq bəyin 3 balasını böyük qardaşı Akif müəllim böyüdüb. Öz 3 balası ilə bərabər onlara ata olmasa da atadan artıq qayğı göstərib. Amma nə qədər qayğı göstərsək də bir ata nəfəsinin yerini heç bir mal, dövlət, nəvaziş əvəz edə bilməz. Anaları da yox idi bu uşaqların. Hər iki valideynindən məhrum olmuş 3 körpə. İllər boyu əmi və əmi arvadı, biz əm dostu deyirik. Şəfiqə xanımın, Şəfiqə bacımın himayəsində böyümüşdülər. Çox mehriban simaları var idi. Oradan-buradan danışdılar, bildikləri məlumatlardan, öyrəndikləri məlumatlardan məni xəbərdar etdilər və söz verdilər ki, o zaman Qarqar çayından keçən insanlar var. Onların vasitəsilə mənə nəsə çatdıracaqlar məlumat. Nə başınıza ağrıdım. Aylar bir-birini əvəz etdi və bir gün
Yenə də Facebookda başqa bir ailə ilə tanış oldum. Başqa bir ailə ilə həmsöhbət oldum. Bunlar Xocalıda son toyları olan Dürdanə xanımın ailəsi idi. Telefonçu qız Dürdanə yox. Digər Dürdanə. Onların bir qız evladı var idi. Bu söhbət nəticəsində mənə bəlli oldu ki, qardaşım Mübariz, Fikrət, İlham, Elçin və Mikail həmin gecə postdan gəlir, paltarlarını dəyişirlər. O gözəl simalı hicran balamız o paltarları yuyur. Bunu xəstəxanada hicran mənə çatdırmışdı. Və onlar əyinlərinə sıravi geyimlərini geyinirlər, hərbi paltarda olmurlar. Bu zaman təzə yuxuya getmişdik ki, atışma başladı. Uşaqlar deyir, paltarı yatırdılar, ayaqqabılarını da soyunmurdular ki, son günlər atışmalar tez-tez olurdu. Silahlarını götürüb əmrə əsasən stansiyaya tərəf gedirlər, 5-də. Və stansiya ilə hava limanını qorumaq onlara tapşırılır. Digər əskərlər isə dinc əhalini çıxartmaq üçün köməyə qalxırlar. O gündən illər keçirdi. İlk dəfə bugün adını unutduğum Dürdanə xanımın həyat yoldaşı dedi ki, bacım, dəqiqliklə sizə deyə bilərəm ki, atışma çox güclü idi. Stansiya tərəfdən gələn işıqlar səngimirdi. Yəni güllənin işıqları. Birdən-birə böyük bir partlayış oldu. Biz artıq onda Qarqar çayını keçirdik. Hamımız dönüb o partlayışa baxdıq. Səslər kəsildi. Orada səs kəsilmədi. Orada 5 igidin ömrünə son qoyuldu. O partlayış bizim qardaşlarımızın həyatına son qoydu. Torpaq altını üstünə çevirdi. Onların öz torpaqları özlərinə məzar oldu. 5-i də sustu. Biz Qarqar çayını keçib Ağdam'a tərəf gəldik. Tapılanlar tapıldı. Qətlə yetirilənlərin cənazələri Ağdam məscidində sahiblərinə çatdırıldı. Elə orada da yoldaşım dayımla bərabər 2 ay o yük maşınlarında gələn cansız bədənlərin içində qardaşımla bərabər digər əskərləri də axtarıb. Elçin Şəmiyevin də nəşi o zaman aşkar edilib Bakıya gətirilmişdi. Axtarışlar nəticəsiz idi. Bu son məlumat artıq qardaşımın həyatda olmadığını mənə sübut etdi. Qardaşım 4 silahdaşı ilə bərabər həyatda yoxdur. Azərbaycana gəldim. Qəfil bir faciə ata nənəmizi əlimizdən almışdı, uşaqların ata nənəsini. Artıq mən hazırlaşırdım Bakıya gəlmək üçün, anam ziyarətdə idi. Kimsə anamı ziyarətə göndərmişdi. Bugün o insan həyatda yoxdur. Çox cavan köçdü həyatdan. Ramil adında bir iş adamıydı. Cavan idi. 2 qızı, bir oğlu var idi. Sonuncu dəfə Bakıya gedəndə eşitdim ki, dünyasını dəyişib. Ürək tutmasından. Neysə, anamın ziyarətdən gəlməsi üçün istəyirdim ki, anama sürpriz edim, mən də orada olum. Artıq özümü hazırlamışdım ki, evdəkilərə də deyim ki, yol gözləməyin. Siz yalnız cansız sümüklər gözləyə bilərsiniz. Onlar artıq yoxdular. Əvvəllər Mübarizin həyat yoldaşı tez-tez gələrdi bizə. Mən Bakıda olanda. 2 uşağı var idi. Mən elə bilirdim ki, 2 oğlandı. Çünki onlara idman geyimi geyindirirdi.
Qız olduğunu bilmirdim. Sonralar, çox sonralar bildim ki, o uşaqlardan biri qızıymış. Nə başınıza ağrıdım. 2016-cı il oktyabrında Bakıya növbəti səfərim. Anam arzuladığı ziyarətindən dönəndə onu qarşılayanların arasında məni görəndə çox təəccübləndi. Nə dərəcə sevindi, onu özü bilir. Amma çox təəccübləndi. Söhbət əsnasında xırda-xırda baş verənləri onlara danışdım. Jurnalistin mənə itkin gözləməyin, gəlməyəcək. Bəlkə nə işi tapılar, əgər qismətinizdə varsa. Buna anama dedim, bacıma dedim, amma təbii ki, qəbul etmirdilər. Onlar hələ də Mikailin yolunu gözləyirdilər. Çox hadisələr baş vermişdi. Elə hadisələr baş vermişdi ki, dinləyəndə insanın, necə deyirlər, atalar sözü var, deyir, dəymişim qala-qala, kalım tökülürdü. Olanların içində haqsızlıqlar da var idi, qınaqlar da var idi, etdiklərimiz səhvlərin cəzaları da var idi, hər şey var idi. Amma ağır idi, çox ağır idi. Bir balan itkin düşsün, bir qardaşsız qalasan, gözü yollarda. Bir də qoyub getdikləri sənə belə çaram çarpaz, dağ çəksin. 2011-ci ildə Bakıya gələndə mən qardaşımın oğluyla görüşdüm. Anama dedim ki, aranızda nə münasibət olubsa, incisəz də mən onu görməliyəm. Çünki mən onu qoyub gedəndə kiçik bir uşaq idi. Bugün onu görmək istəyirəm. Görmək istəyirəm ki, qəlbindən nələr keçir. Bilmək istəyirəm ki, düşüncəsi nədir. Mən onu görəndə qardaşımın sanki surətini gördüm. Amma gözlər çox kinli, sifəti çox sərt idi. Qardaşımın üzündə bir nur var idi. Bunu qardaşım olduğu üçün demirəm. Bu həqiqətən də belə idi. İki qardaşım olsa da, böyük qardaşım tamamilə başqa bir insan idi. Qarışqanı da əzməzdi. Bəli, valideynlərimin danışdıqlarını, atam artıq dünyasını dəyişmişdi. Mən atamın dünyasını dəyişməsini görmədim. Bacımın, anamın danışdıqlarında həqiqət olsa da öz gözlərimlə görmək istəyirdim baş verənləri. Haqq qazandırdım. Bu 2011-ci ildə olmuşdu. Ondan sonra bir müddət qardaşım oğluyla Facebook'da danışırdıq. Bir gün kiçik bir söhbət nəticəsində özümə qarşı bir etinasızlıq hiss etdim. O mənə bibi kimi baxmırdı. O mənə ata demədiyi kimi bibi də demirdi. Özünə görə yaşı olsa da hələ bircə dəfə qardaşıma ata deməmişdir. Ata oldu qardaşım, amma ata sözü eşitmədi. Biz də bibi olduq, amma yarımadıq bibilikdən. Məsləhətinə şükür. Bu da bizim sınağımız, bu da bizim imtihanımız, bu da bizim cəzamızdır. Bugün bunu deyirəm. Çünki 57 yaşımdan sonra bunu anladım. Bu sınaqlar, bu cəzalar bizi gətirib 2016-ya çıxartdı və mən eşitdiklərimi, bildiklərimi evdəkilərə danışdım. Qardaşımın belə şəhid olması barədə üstü örtülü də olsa məlumat verdim və illər boyu Bakıya gələndə, Şəhidlər Xiyabanına gedəndə artıq qardaşımın da yerini orada görürdüm. Nə vaxtsa gələcəyinə ümid edirdim. İllər keçdi. Uşaqlar tapılmadı. Bacımdan da, qardaşımdan da, anamdan da DNK testi götürdülər ki, tez-tez tapılan nə işləri analiz edəndə bizimkilərə aid olanı olarsa xəbərdar etsinlər.
uzaqda olduğum üçün hər dəfə WhatsApp-ın dıngıltısı gələndə mən bir dəfə ölüb dirilirdim. Deyirdim, ilahi, görürsən qardaşımdan nə xəbər var? İlahi. Bilirdim ki, əgər elə bir xəbər çıxarsa, mənim ora gedə bilib çıxacaq gücüm yoxdur. Bu gücü özümdə hiss etmirdim. Onda hələ sağlam idim, cavan idim. Amma mənəvi cəhətdən bu gücü özümdə hiss etmirdim. İllər bir-birini əvəz etdi. Mən bir gün Dürdanə xanımı tanıdım. Instagramda canlı açmış bir xanım gördüm. Onun kitabını oxumuşdum. Özü barəsində qardaşımdan çox gözəl fikirlər eşitmişdim. Hörüklü qız deyərdi ona. Qardaşımı evlə calaşdıran o olurdu. Instagramdakı canlıda yazdım ki, mən 21-lərin dəstəsində olan Mikailin bacısıyam. Cavab verdi, hə, tanıyıram. Həmin gecə, yəni 22-si stansiyadan ayrılmadı. Evlə əlaqə qurmağa çalışırdı. Deyirdi ki, bugün mənim bacım oğlunun ad günüdür. Həmin gün böyük oğlumun doğum günü idi. Günortadan sonra atamla anam bizə gəlmişdi. Ola bilsin ki, səhər-səhər işdə olduqları üçün zəngə cavab verə bilməyiblər. Günortadan sonra da bizdə olublar. Dəfələrlə Dürdanə xanım bunu qeyd etdi ki, təəssüflənə deyirdi ki, heç olmasa təbrik edərdim. Qardaşımla danışmaq bizə nəsib olmadı. Bunu işləndən sonra bir daha yaralarımın közü qopdu. Qismət deyilmiş. Son dəfə salamat qalın demək qismət olmamışdı. Dürdanə xanımla çox şeylər paylaşdıq. Yazdıq bir-birimizə və sanki bir-birimizi tanıyırmış kimi. Onun Ləman balasına da can sağlığı diləyirəm. Ləmanın balasına da Rəbbimdən gözəl günlər diləyirəm. Bir gün ağır xəstələndim. Artıq 21-ci il idi. Peyvənddən sol tərəfim qurumuşdu. 22-ci ilin sentyabrına keçirəm. İllər, bu illər ərzində nələr oldu, nələr yaşandı. Acılar, şirinlər, sınaqlar, imtahanlar, çətinliklər. Uşaqlar böyüdü. Dayısını görməyənlər danışıqlarımızla dayını sevdilər. Valideynlərim qardaşımın yaşadığı evi nəzarətsiz qoymurdular. O evdə qoyub getdikləri hələ öz yoluna getmiş olsa da, o evdə qardaşımın nəfəsi vardı bizim üçün. İllər bir-birini əvəz edirdi və bir gün peyvənddən sonra xəstələndim. Öz həyatımda da çox çətinliklər var idi, çox sınaqlar var idi. Ömür davam edir. Bir gün qəfil xəstələndim. Sol tərəfim işləmirdi. Hər birinizə can sağlığı diləyirəm. Arzu edirəm ki, xəstəliyin nə olduğunu bilməyəsiniz. Arzu edirəm ki, həyatda evlad acısı, qardaş acısı, bala dərdi nə olduğunu bilməyəsiniz. Növbəti söhbətimizdə davam edərik. Allah nəsib edərsə. Allaha əmanət olun.